Hər vaxtınız xeyir. Salam aleyküm. Deməli, kartoşka qızartması eləyəcəyik. Yəni gördüyünüz kimi mən 2, 4, 6, 8, 9 ədəd kartof götürmüşəm. Yəni kartofun gördüyünüz ki, qabığı soyulmuyor. Çünki tavanı qazın üstünə qoymuşam. Nəyə görə? Qabığın soyana kimi tava istilənsin. Yəni tavanın da xodun qazın, belə deyək də. Yəni bunu elə bir formada qoyuruq ki, yəni çox gür də olmasın. Çünki tava qalınlığına baxmayın. Qaz onu belə deyək, paylamalıdır ümumiyyətlə. Yəni yanan həmin ocaq, qaz tavanı belə deyək də, yəni yalnız bir tərəfli islətməli deyil. Ona görə xodun çox vermək lazım deyil. Müəyyən tempdə, yəni o yavaş-yavaş isləyəndən sonra yağı əlavə edəcəyik. Çünki soyuq halda yağı əlavə eləmək olmaz. İndi keçək kartoflarımızı doğramağa. Görürsünüz, deməli yağımızı əlavə edirik. Çox yağ əlavə eləmirəm. Hər yağdan istifadə edirəm mən ümumiyyətlə kartof qızardanda. Biraz da duru yağ, başqa növ. Gördüyünüz kimi kərə yağı. Yəni yağı yaxşıdır. Bu qədər normaldır. Mən tək olduğuma görə kameranı özüm tutub çəkirəm. Yəni burada belə deyək də, adətən ümumiyyətlə mən evdə ev sahibi kartof edirəm. Yəni bu free deyil. Yəni bunu bu kartofu müəyyən aparatlar var. Yəni bunu belə deyək, müəyyən ölçülərdə doğrayır. Yəni o tənzimləyir, belə deyək. Yəni onlar restoran sistemi içində. Yəni ev sahibi kartof deyəndə indi mən sizə göstərəcəm. Baxın, bax görürsünüz burada. Deməli burada kartofu, soyulmuş kartofu bir dəqiqə indi mən baxın, belə bir formada da doğramışam. Adətən belə deyək də, belə hissə-hissə. Bir də ki, yəni belə, yəni fərqli bir formalarda. Məsələ o deyil ki, yəni indi bu düz olmalıdır və yaxud da necə deyək də, yəni bunu formaya salmaq lazımdır. Yəni bu ev sayağı sən istədiyin bir formada eləyə bilərsən. Çoxları bunu restoranlarda başqa cür gətirir, uzun formada, yəni bişmə halı bilmir. Çünki çoxları belə anlayışı olmayanlardır. Tavanı hətta islətmədən yağ əlavə eləyirlər. Soyuq halda tava olduğu soyuq halda duru yağ əlavə olunur. İkisi də soyuq yağla, tava ilə islənə-islənə yağ da bir yerdə islənir. Yox, əslində elə deyil. Burada yəni adətən çoxlarına biraz belə deyək də, asan gəlir ki, kartofdur da, nə var ya burada? Yox, yəni məsələ onu deyib keçmək deyil də. Yəni hər bir yeməyin öz incəliyi var. Düz asan bir yeməkdir əslində. Hər kəs hazırlaya bilər, amma dadında kimin hazırlamağından və necə hazırlamağından çox şey asılıdır. İndi mən kartofları doğrayıb sonda sizə göstərəcəm və tavaya əlavə edəcəm. Deməli gördüyünüz kimi kartoflarımızı bu formada doğradıq. Fərqli-fərqli, yəni burada belə deyək, doğranmış kartofun formaları var. Yağımızı çəkmişdik kənara kartof doğrayan müddətdə. İndi xodun veririk, baxın. Bax səsi də eşidəsiniz. Görürsünüz, yəni kartoşka tavaya bu anda atılmır. Çünki qırağa çəkilibsə bu soyuyub artıq da, belə deyək, biraz istiliyini itirib. Ona görə təzədən biraz qaynar eləmək lazımdır. Sonra kartofu üzərinə əlavə eləyəcək. Bu yerdə misal üçün çoxları indi bilir, bilmirəm, amma bir az duz əlavə eləmək lazımdır ki, tavaya, yəni kartoşka çıtıramasın. Düz indi bu mətbəx ola bilər, bu formada görünə bilər, yəni belə biraz şərait budur. Yəni şükür Allah, hər şey yaxşıdır mənim. Deməli kartofu əlavə edirik bura. Həmin vaxtda qarışdırmaq lazımdır, yağla yayılsın. Görürsünüz, yəni kənardan sıçrayış olmadı. Yeri gəlmişkən, burada da indi bir şeydə göstərəcəm. Deməli, bu da burada qaynayır. Toyuq filesidir yalnız. Deməli, bunun içinə əlavə eləmişəm. Çünki adətən mən dərisini də soyuram, yəni bunun görürsünüz də, yəni içində soğan var, bir də limon. Bir də
Dəfnə yarpağını da atacağım içinə buradan. Yəni yuyub atıram. Nə dəfnə yarpağı əlavə edirəm ki, çünki belə dükan toyuqlarında fərqi yoxdur. Hansı olur olsun, hansı firmanın olur olsun. Yəni onlarda spesifik qoxu olur. Ona görə mən onun qoxusunu belə deyək. Suyu özə qaynar. Mən birinci qaynar eləyirəm. Qaynar formada tuz atıram, içinə əlavə edirəm. Sonra həmin o toyuq filesin və yaxud da toyuq quş əti deyək də, yəni onu əlavə edirəm içinə. Mal ətinə amma yox. Mal ətində fərqlidir. Mal ətində soyuq suyu əlavə edir, qoyursan. Çünki ona qaynar atsan o mal əti ilə toyuq ətində fərq var. Quş ətində belə deyək. Yəni onu büzə bilər. Yəni qırış formasına gətirə bilər. Deməli, toyuğa ona görə soğanı, limonu və dəfnə yarpağını əlavə elədim. Şimdi qaynayacaq, duz əlavə eləyəcəm. Yəni pörtü deyirəm onu. Dərisini çıxardılmış halda. Kartofumuzu da əlavə elədik tavaya. Ağzının qapağını qoyuruq. Bir 7-5 dəqiqədən sonra açıb qarışdırırıq. Sonra sarı kökdür, istiyotdur, duzdur, zövqə görə. Yəni duzu adətən istifadə edirlər, amma onun müəyyən qədəri var. Amma sarı köklə istiyotu insanlar zövqə görə vurur. Kim istəyir, yəni əlavə edə bilər, kimisi istəsə yox. Deməli, kartofkamızı qarışdıracaq indi. Tozu çox olanda tavaya da yapışmır. Düzdür, tavadan da çox şey asılıdır. Yəni elə tavalar ümumiyyətlə kartofu belə deyək. Yəni yapışdırır. Elə tavalar yapışdırır. Duz əlavə edirik. Mən iri duz əlavə edirəm. Yəni narın vala duz əlavə eləmirəm. Yəni eləyəndə bu daha kartofa dad yaxşı verir. Sarı kök əlavə elədik. Az miqdarda da istiyor. Qarışdırırıq. Qapaq qoyula da bilər, qoyulmaya da bilər. Sadəcə olaraq qapaq indi bu belə deyək də vaxtdan sonra qapağın qoyulmağı. Adam var ki, deyir mən quru kartof yemək istəyirəmsə, ağzını açıb qoyursan, duzunu istiyordum əlavə eləyəndən sonra. Adam var deyir biraz yumuşaq düşsün. Bax görürsən, məsələ budur, amma çoxları heç bilmir. Yəni çox ümumiyyətlə yemək, aşbazlıq elə bir şeydir ki, düzdür, indi mən bunu eləyirəm, deyirlər, bəlkə də fikirləşirlər ki, bu nə yeməkdir? Bayaqlarda qeyd eləmişdim, asandır falan. Düzdür, başqa yeməklər də bacarıram. Sadəcə olaraq indi bu günləri könlümə bu düşüb. Bunu elədim. Dünən yox, misal üçün o birisi gün badımcan, bibər, pomidor dolması eləmişdim. Düzdür, onun biraz hekayəsi böyüdü. Yəni danışmaq əslində olar. Prosta biraz vaxta qənaət eləmək lazımdır. Sadəcə olaraq yəni kartofu, mövzu kartofu. Qoyuruq təzədən qapağı. Çünki bu zərif ətdir. Ümumiyyətlə toyuq əti zərif ətdir, belə deyək. Yəni bu bud dibi deyil, bud deyil, qanad deyil. Yəni qaynayandan sonra tam onu da üzrə qaynatmaq olmaz. Yəni, suyunu duzu əlavə eləmişəm. Kartofumuz bişdi. Yəni mən bu formada belə deyək də xoşlayıram. Yəni çox yandırmıram da. Yəni rəngi baxın əslində bu formada olmalıdır. Yəni bir də görürsüz çoxları ümumiyyətlə gecikdirir, gec götürür. Bir də toyuqdur. Yəni bu da dediyim döşət. İndi bununla bir yerdə yəni bunu yeyəcəm, nuş eləyəcəm. Göz haqqınızı halal eləyin. Yəni asan bir yeməkdir, amma hazırlamaqdan çox şey asılıdır təbii ki. Hər kəsə nuş olsun.